Bir də salavat necə deyilməlidir və Peyğəmbər salavatullah belə demək olarmı? Və o neçə forması var? O ki qaldı Peyğəmbər s.ə.və salavata, Peyğəmbər s.ə.dən səhabələr soruşub, ya Rasulullah sənə salavat deyəndə necə deyək? Və Peyğəmbər s.ə.v onlara öyrədib və müxtəlif ləfslərlə öyrədib. Gəlib ki, deyib, deyin Allahumma salli alə Muhammedin və alə ali Muhammed, kəmə salleytə alə İbrahimə və alə ali İbrahim, innəkə həmidun məcid. Həmçinin öyrədib ki, Allahumma salli alə Muhammed və alə əlihi və azvacihi. Həmçinin digər salavat formaları, hansı ki, Peyğəmbər s.ə.v səhi hədislərdə vurğulayıb onu. Amma salavatullah bu formada Peyğəmbər s.ə.v-dən sabit hədis gəlməyib ki, Peyğəmbər s.ə.v adı çəkiləndə deyilsin ki, salavatullah. Yəni, bu sadəcə tənbəllikdən qısaltmaq üçün işlədilən ləfslərdir. Ona görə hədis alimləri hətta hədis yazanda şiddətli yanaşırdılar bu məsələyə, salavat məsələsinə. Məsələn, yazanda hərflərlə qısaldılmış formada yazmağı qadağan edirdilər. Məsələn, necə bəzilər yazır, yazır Muhammed, sonra yazır S-A-sı. Bunu qadağan edirdilər nöqtə ilə, məsələn, S-A-sı. Bunları qadağan edirdilər. Yoxdur, mötəzdə ə. Yaz, tələffüz et, sallallahu aleyhi və səlləm. Və ya yazırsansa tam yaz. Ona görə İmam Suyuti Tədrib-ü Ravidə öz kitabında gətirir ki, ilk dəfə Peyğəmbər s.ə.v-in adına salavat çəkməyi qısaldıb, yəni S.A yazanın əlini kəsib xəlifələrdən biri. Ona görə də salavatullah, yəni bu tənbəllərin işidir. Peyğəmbər s.ə.və salavatı deməyə tənbəllik etməməlisən, paxıllıq etməməlisən, tam deyil. Çünki Peyğəmbər s.ə.və gəlib hədis ki, Peyğəmbər s.ə.v ona paxıllıq edən salavatı deməyənin əzabının şiddətli olduğunu vurğulayıb. Buyurub ki, Peyğəmbər s.ə.v qalxdı minbərə və 3 dəfə amin deyir Peyğəmbər s.ə.v orada. Onlardan biri də deyir ki, Cəbrail mənə dedi ki, sənin adın çəkildi. Sənə salavat deməyən burnu üstündə və ya üzü üstündə sürüklənib oda atılsın. De amin, dedim amin. Həzrət Əli üçün deyir ki, ən paxıl insan bilirsən. Peyğəmbər necə ki, Kamal qardaş buyurduğu kimi, Həzrət Əliyə yəni, işarə edir ki, paxıl insan odur ki, yəni Peyğəmbər adına çəkiləndə, eşidəndə ona salavat deməyən. Ona görə necə gəlir? Belə deyir. Sallallahu aleyhi və səlləm. Allahümmə salli alə Muhammed və alə ali Muhammed. Qısaca belə heç olmasa. Və gəlib ki, Peyğəmbər məsələn müəyyən günlərdə salavatın deməyin başqa fəziləti var. Məsələn, cümə günü nə qədər çox salavat desən, dənizdə olan ləpələrin, köpüklərin sayı qədər savab var. Ona görə yəni insan bu məsələdə diqqətli olmalıdır.